Yəqin ki, tez-tez rastlaşırsınız. Uşaqlıq boynu displaziyaları. Çin 1, 2, 3. Bəs bu nədir? Belə bir sual yaranır. Mən sizə qısaca başa salmaq istəyirəm. Uşaqlıq boynu displaziyası HPV virusu, yəni insan papilloma virusunun uşaqlıq boynunu zədələməsi nəticəsində yaranan xəstəlikdir. Bunu belə bilin və xərçəng önü xəstəlikdir. Xərçəng deyil, xərçəng önü xəstəlikdir. Bu 3 forma displaziya 1-ci dərəcə, Çin 1, Çin 2, Çin 3 xəstəliyin ağırlığına görədir. Çin 1 yüngül, Çin 2 orta və Çin 3 ağır dərəcə displaziyalar hesab olunur. Bəs bunlar qorxuludurmu? Bunlar müalicə oluna bilən xəstəliklərdir və istənilən xəstəlik vaxtında aşkarlanıb müalicə olunmazsa, nəticəsi fəsadları qorxulu ola bilər. Uşaqlıq boynu displaziyası xüsusilə Çin 1, biz bunu heç əksər hallarda müalicə eləmirik, ciddi nəzarətdə saxlayırıq, dinamik müşahidə edirik və s. Və hər birinə həm displaziya 1-ci dərəcə, 2-ci və 3-cü dərəcəyə yanaşma müalicə taktikası və təqib fərqlidir. Ona görə də mütləq şəkildə mütəxəssis yanında düzgün müalicə və müayinə olunun. Sağ olun.